Bəxtiyar filmində Şövkət Ələkbərovanın mahnı oxuduğunu bilirsiniz. Bu kadrlara baxın. Ağaçlar eyləşib avalar gedər, qız sevən olan alabalar gedər, qız sevən olan alabalar gedər. Bu səhnədə Bəxtiyarın uşaqlığını görürük. Onun oxuduğu mahnını səsləndirən şəxs isə Şövkət Ələkbərovadır. Bəzən filmlərdə oğlan uşaqlarını səsləndirmək üçün qadınlara müraciət edirlər. Burada da eynisi baş verib. Hətta burada ifa olunan Ağacda alma mahnısı xeyli populyarlaşıb. Şövkət Ələkbərovanın səsini başqa filmlərimizdə də eşidə bilərik. Görüş, onu bağışlamaq olarmı? Ögey ana həmin filmlərdən sadəcə bir neçəsidir. Hətta 2019-cu ildə Türkiyəli rejissor Emin Alper tərəfindən çəkilən Qız Qardaşlar filmində də onun Laylay mahnısını istifadə ediblər. Şirin şirin yatay bala, boya başa çatay bala. Unudulmaz müğənnimizi Doğma xalqıma, Payız konserti adlı filmlərdə də görə bilərik. Həmin filmlər konsert filmləridir. Şövkət Ələkbərovanın ruhu şad olsun. Bəs sizin ən bəyəndiyiniz Şövkət Ələkbərova ifası hansıdır?